Komandamız bugün Ukrayna ilə ağır səfər oyundadır. Oyun Polşada keçiriləcək. Ayxan Abbasovun baş məşqçiliyi altında 3-cü oyuna çıxan komandamız inşallah ki bugün də meydanda əzmkar mübarizəsi ilə oynayacağı oyunla təqdirə layiq bir oyun göstərərək Azərbaycan millisinin heyətinə növbəti xallar və xalları yazdırmağı bacaracaq. Hələ də şans var. Bugün İslandiyanın Fransa ilə oyunu var. İslamların uduzmağı və bizim burada hər hansı bir qələbə yaxud bir xal götürməyə şansımızla ikinci yer kimi qrupdan çıxmaq şansımız var. Bugünkü günü Ayxan Abbasova və komandasına güvənirəm. Necə ki 2 oyun bundan əvvəl komandaya təzə gələndə 2 oyuna mübarizəkar komanda yaradan bir baş məşqçi inşallah ki bugün də bunun davamını gətirəcək. Sizdən xahiş edirəm. Ayxan Abbasov, Mahir Əmrəliyə mənim fikrimcə şans verməsəz daha əla olar. Nəyə əsas? Çünki Mahir formda deyil. Mahir nə vaxta kimi öz heyətində, əsas heyətə düşərsə, mənim fikrimcə yəni o vaxtı Mahirə şans vermək olar. Bugün yenə dediyim kimi Renatın da yəni heyətdə olmadığı haqqında məlumatlar var. Kənarlaşdırılıb, zədə idi, formda olmamağına rəğmən. 3 qapçıdır, çox güman ki qapıda Şahruddin olacaq. Müdafiə xəttində həmin xəttdir. Hücumda da mən fikrimcə yəqin ki Nərmanla başlamaq daha məsləhətli olar. Tural, Nərman, solda da kimlər oynaya bilər? Sualını sizlərə qoyuram. Sizcə solda hansı oyuncumuz oynamalıdır? Haydi qara Azərbaycan, haydi. Haydi sən bugün bu bayraq altında bizlərə növbəti 3 xalımızı gətirməyi nəsib elə, ay Allah, sənə min şükür. İnşallah ki bugün Ayxan Abbasova, Azərbaycan millisinə, Azərbaycan xalqına güvənirik. Qələbə, ancaq və ancaq uşaqlar, qələbə, başqa heç nə.